25 il deyir sümük boğazımda, tikan gözümdə olan adam kimi qaldım. Haqq mənlə ola səbr elədim ki, ixtilaf düşməsin. Gör, vəhdət nə qədər mühümdür ki, Əli kimi bir adam nələrə dözdü. Dünyada Əli əleyhissalamdan məzlum adam təsəvvür eləmir. Əli əleyhissalam məzlumiyyəti o qədər idi ki, deyir, küçədə gedirdi, bir gün xanım Zəhra gəldi, dedi Əli əleyhissalama ki, deyir, mən bu Mədinəlilərə nə eləmişəm ki, mənə salam vermirlər. Həzrət Əli cavab verdi ki, sən yaxşısan, salam vermirlər, mən salam verirəm, cavabımı vermirlər. Salamımın cavabını qaytarmırlar. Bu qədər məzlumiyyətə dözdü, haqqını müdafiə eləmədi ki, cəmiyyətdə vəhdət olsun. Vəhdət Əli üçün, Əhl-i-Beyt üçün o qədər mühüm məsələdir, müsəlmanların vəhdəti. Ona görə də buyurur, qoymayın ixtilaf eləsinlər. Əli əleyhissalam buyurur, Əhl-i-Beytdən, Quran ayəsidir bu, barışdırın insanları. Qoymayın ixtilaf eləsinlər. 2 nəfər küslü adamı barışdıran adamın savabı bütün vacib və müstəhəb oruclardan, namazlardan üstündür. Gecə namazından üstündür. Çünki dinin əsli vəhdətdir. Mövlananın sözüdür, ma bərayi vəsilkərdən amədim, nə bərayi fəsilkərdən amədim. Biz birləşdirməyə gəlmişik, ayırmağa gəlməmişik. Dinlərin bütün fəlsəfəsi budur ki, cəmiyyəti bir bədən halına gətirib salsınlar.